Sahibkar Ziya Əliyev sosial şəbəkələrdə Azərişıqla bağlı narahatlıq doğuran paylaşım edib. Məsələ ilə bağlı onunla görüşərək mövqeyini öyrəndik. Ziya Əliyev bildirib ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi dəstəyə baxmayaraq, ödəmə terminalları şirkətlərinin əlavə vəsait tutması sahibkarları çətin vəziyyətə salır. Onun sözlərinə görə bu hal həm ölkə iqtisadiyyatına mənfi təsir göstərir, həm də sahibkarları dövlət qurumları ilə üz-üzə qoyur. Əlavə olaraq qeyd edir ki, Azərpoçt MMC-də vətəndaşlara əhali abonentlərinə işıq ödənişləri qəbul edilsə də, qeyri-əhali, yəni sahibkarlıq subyektlərinə bu xidmət göstərilmir. Onlar yalnız ödəmə terminalları vasitəsilə ödəniş tələb olunur və bu zaman əlavə olaraq xidmət haqqı tutulur. Stat, qaz və işığın baha olmasına baxmayaraq biz ödənişləri vaxtında və tam şəkildə edirik. Lakin əlavə olaraq bəzi şirkətlərin 2%, yəni hər 100 manata 2 manat tutması haqsızlıqdır, deyə sahibkar bildirib. Əliyev onu da əlavə edib ki, sistem artıq bir neçə ildən çoxdur ki, davam edir və heç bir dəyişiklik müşahidə olunmur. Məni tanıyanlar hamısı bilir ki, mən çörək istehsalatla məşğulam. Dünən də işığımız azaldığı üçün mən işıq kartını yükləmək üçün işçinin birini göndərdim milyon aparatlarına. Ətrafdakı olan indi Oba market var burada, Yaşıl var burada, İsmail'in marketi var. İşləmədi, heç şeyi götürmədi. Təbii ki, vaxt istədik, birinci qaldı o. İndi adam yadından çıxa bilər, işıq sönə bilər, istehsalat prosesi dayanır. Yəni ani moment gərəksən o işığı yükləyəsən də. Poçta göndərdim, getdi uşaq. Poçta deyirlər ki, biz ancaq qeyri-əhaliyə vurmuruq, əhali üçün vururuq. Özüm durdum, getdim poçta, gördüm ki, yazı vurulur ki, qeyri-əhaliyə işıq vurulmur. Ben də xahiş edirəm ki, indi heç yerdə işləmir də, mənim işığım sönə bilər. Mən girinc qalaram da, istehsal prosesim dayanar. Deyirlər, bizə icazə yoxdur, biz vursa biz işdən çıxarıq. Deyirəm, hansı qanunla tənzimləri var? Dedim, bizə belə deyimlər ki, vurmur. Orada da Merkel'lə yazıblar ki, belənci işıq vurulmur. Mən onu çəkib paylaşmışdım. Uzun müddətdən sonra axırı dedilər, ged Elit marketdə orada olar. Getdim orada işlədi, vurdum. 6 azeyində pul tutdu. Əvvəllər 1% verdim, 2%. Məqsədim də o oldu ki, mənim onu paylaşmadım. O birinci dəfə deyir, onsuz da hər dəfə əziyyət çəkirik biz, amma faizlər də tutulur da. Mən bilirəm, o söhbət o 2%-dən getmir. Ancaq səbəb nədir ki, bunlar bizə deyirlər ki, Azərpoçtla Azərişığın müqaviləsi yoxdur qeyri-yaşayış obyektləri üçün. Niyə bağlanmalısan sən? Əgər sən satış təşkil edirsənsə, ödəniş də təşkil eləməlisən də. Və yaxud da mən nə səbəbə baha qiymətə işığı qaz alıram və əlavə də 2% ödəməliyəm. Hətta limit də var. Yəni ki, burada belə gedir ki, Azərişıqla Azərpoçt hansı milyon aparatı və yaxud da emanat, hansı o yükləmə terminalları yoxdur, onlara şərait yaradır ki, onlar pul qazansınlar. Boş götürmür, deyir, yoxdur, o da eləmir. Onlar şərait yaradırlar ki, onlar ortada sahibkarların və yaxud da adi vətəndaşların cibinə girsinlər. Belə məcburi surətdə elə bil ki, ödəniş elətdirirlər də qardaş. Bu olmaz. Əgər sən işığı, qazı satırsansa mənə, ödəniş terminalları təşkil edərəm, mən gəlim özüm ödənişi oradan eləyim, işığımı, qazımı yükləyim, gedim rahat işimi görüm də. Və yaxud da siz hansısa milyonla, emanatla, bacla müqavilə bağlayırsınızsa ki, ödəniş buradan olsun, onda qardaş, sizə bir zəhmət xərcin öz boynunuza götürün də. Sən malı da satırsan, hələ bir mənə əlavə 2% sən ödəniş niyə ödəməliyəm ki? Onda onu öz boynunuza götürün, müqavilə özü bağlı, öz eləyin də. Belənçi olmaz axı. Bu həqiqətən də bir abırsılıqdır bu. Bizə də maraqlı qalandı ki, görəsən bu xidmətlər yəni kimlərin cibinə gedir, hansı şirkətlər burada pul qazanır ki, vətəndaşlar bu cür çətinlik çəkirlər və bu məsələnin hüquqi tərəfi də çox önəmlidir. Ümid edirik ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlar tezliklə bir araşdırmaya başlayarlar ki, bu məsələ nədən qaynaqlanır və bu pul nəyin puludur ki, sahibkarlardan alınır. Birinci dəfə deyim, bu proses bütün ölkədə gedir. Sadəcə olaraq mən düşünürəm ki, bu ədalətsiz bir prosesdir də. Yəni ki, sən malını satmısan mənə, hələ deyirsən ki, ged 2% əlavə pul ödə, onun üçün ödəniş elə mənə. Mal satan adam
ya kassasını qoyur, ya da ki terminalını qoyub ödənişini qəbul edir də. Bunu niyə belə edirlər ki bunlar? Sadəcə olaraq adamı düşündürür də, bir avazda düşündürür ki, görəsən məsələ nədir, kimlərinsə bu dibində olmaqdır. Cəmaət onsuz da rayon yerində lap problemdir, bölgələrdə problemdir, pul azdır. Cəmaətdə pul azdır, cəmaət qəpiyə quruşa işləyir. Əlavə gedib beləncə rasxodları da çıxır, beləcə digər xərcləri çıxanda əlbəttə ki, yüklərini sahibkarlar. Tembol bugünkü gün Cənab Prezident sahibkarlığa, inkişafına dəstək olmağa hamıya tapşırır. Amma belə hallar sahibkarlığa həm vaxt itimindən, həm də büdcə baxımından ziyan verir da, vaxt itir. Mən dünən 2 saatım itdi, bir dəyişik yükləmək üçün. Niyə mənim 2 saatım getməlidir ki? Bəlkə heç mən o işi yüklənməyəcəkdim, mənim nə qədər çörəyim zay olacaqdı. Belə proseslər baş verir. O proseslər adamı bezdirir də.